Hər vaxt xeyir olsun. Bugün iyun ayının 3-üdür və Beynəlxalq Maliyyə Birjasında bu gün nələr baş verəcək? Yəni dünən bildiyiniz kimi Qızılda siqnal kanalında 4485-dən, 93-dən və 4502-lərdən alış əməliyyatlarını icra etmişdi və qiymətin 4540-lara qədər, 42-lərə qədər yüksəlməsini gözləyirdi. Təbii ki, demək olar ki, 4542-lərə qədər yüksəldi. Bu gün səhər saatlarında riskli alışlar var idi Qızılda. Biz bunu təbii ki, riskli alışları qeyd etməliyik. Riskli alışlar 4485-dən 95-ə qədərdir. Yəni əsas alışlar isə yəni 4498-lərdən sonra gələcək Qızılda. Amma satış əməliyyatları 4470-dən 30 dollar bir enişi icra etmişdik, paylaşmışdıq. Təbii ki, o hazırki vəziyyətdə gəlirini verir və qiymət hazırki vəziyyətdə 4465-lərə qədər gəlir. Yəni 5 dollarla bir enişlə müşahidə olunur. Və sığortalamağı kim istəyirsə sığortalasın. Nə üçün? Çünki bazar biraz çox məmalıdır. Ona görə bazarın arzulanma şıltaq əməllərindən qorunmaq üçün stop losslardan və trailing stoplardan və sığortadan mütləq istifadə etmək lazımdır. Hələ ki qiymət aşağı gəlir, yəni bizim açdığımız 4470-də olan satış əməliyyatları gəlirdədir. Biz bunu siqnal kanalında paylaşmışdıq.